Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Medianın təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan TVCFM Azərbaycan yazmaqla bu gün siyasətçi Sahil Kərimli ilə cənab prezidentin Amerika səfərini danışacağıq. Xoş gəlmisiniz. Salam Xanlar müəllim, təşəkkür edirəm. Bütün dinləyicilərimizi və tamaşaçılarımızı da salamlayıram. Sahil müəllim, Amerika, Birləşmiş Ştatları və Azərbaycan münasibətləri bu qədər səmimi olmamışdı müstəqillik tariximiz boyunca. Əlbəttə ki, biz ötən 30 ilə nəzər salsaq və xüsusilə də onu vurğulasaq ki, Ermənistan müəyyən xarici dəstək sayəsində Azərbaycanın 30 ilə yaxın suveren ərazilərini işğalda saxlayırdı. Təbiidir ki, Azərbaycan dövləti bu işğala son qoydu öz gücü hesabına. Yəni həmən dövrdə Azərbaycana nə Amerika, nə Avropa, nə Rusiya heç bir ölkə kömək etmədi. Və yaxud da kömək etmədi, bir yana qalsın, dəstək olmadı, hər hansısa bir belə deyək, siyasi baxımdan bir bəyanat səsləndirib Azərbaycanı müdafiə etmədi. Yenə də biz 44 günlük Vətən müharibəsi dövründə, ondan sonra antiterror tədbirləri zamanında həmişə beynəlxalq dairələrin Ermənistanı müdafiə etdiyini gördük. Yəni ən azından siyasi bəyanatlar verirdilər, müəyyən dəstək verirdilər. Hətta Ermənistanın silahlandırılması məsələsi də var idi. Avropa və Hindistan və digər ölkələr, hətta Yunanistan da bu məsələlərə qoşulmuşdu. Ermənistanın silahlandırılması ilə belə deyək, bu proses davam edirdi. Amma Azərbaycan dəmir yumruğunu masaya vurdu və bütün dünya Azərbaycanın həm ədalət, həm haqq işi ilə razılaşmalı oldu və eyni zamanda da Azərbaycanın yaratdığı yeni reallıqlar var. Bu reallıqları istədilər, istəmədilər, qəbul etmək məcburiyyətində qaldılar. Və təbiidir ki, Amerika Birləşmiş Ştatları ilə də Azərbaycan münasibətləri ötən dövrlərdə müxtəlif, belə deyək, etaplar keçmişdi və bu dövrlərdə hətta Trumpın birinci hakimiyyəti dövründə də Azərbaycanla Amerika arasında müəyyən sıx əlaqələr var idi. Burada həm siyasi, həm də iqtisadi əlaqələrdən söhbət gedir. Amma son dövrlərdə, yəni Trump yenidən hakimiyyətə gəldikdən sonra bu da Azərbaycan dövlətinin, Azərbaycan prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və dostcasına həyata keçirdiyi səmimi, doğru, düzgün yönəldilmiş siyasətin nəticəsidir ki, Amerika Birləşmiş Ştatları nəhayət tarixdə, yəni müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycana bu qədər böyük önəm və dəstək verdi, həm siyasi baxımdan, həm də digər baxımlardan, mənəvi baxımdan da biz bunu deyə bilərik. Çünki Amerika Birləşmiş Ştatları nəhayət tam anladı ki, Cənubi Qafqazda, bölgədə yeganə güc sahibi Azərbaycandır, yeganə iqtisadi nəhəng layihələrin müəllifi də Azərbaycandır və bu layihələri reallaşdıran da Azərbaycan dövlətidir. Yəni, bütün bu aspektlərdən biz yanaşsaq, bütün bu amilləri nəzərə alsaq, yenə də görürük ki, bəli, tarixdə bu qədər Amerika ilə bizim münasibətlərimiz sıx və dərin olmamışdı. Azərbaycan prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın BMT-nin tədbirində iştirakı ilə bağlı, yəni Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində keçirilən görüşlər, Azərbaycan prezidentinin əlbəttə yüksək səviyyədə qarşılanması, səmimi, isti münasibətlər, belə deyək, bəslənməsi Azərbaycan prezidentinə, bu o deməkdir ki, bugün bütün dünyanın gözü Amerika Birləşmiş Ştatlarındadır, BMT-nin sessiyasındadır və eyni zamanda da həmən tədbir çərçivəsində Azərbaycan bir neçə addım öndədir. Yəni, bütün diqqət Azərbaycana yönəlibdir bu tədbir çərçivəsində. Azərbaycan prezidentinin Amerika prezidenti ilə səmimi dialoqu var və bu dialoqda Amerika prezidenti Azərbaycan prezidenti cənab İlham Əliyevi böyük lider adlandırır və Azərbaycan prezidenti ilə fəxr etdiyini bildirir. Yəni bu, belə deyək, tarixdə ilk dəfədir ki, Azərbaycana bu qədər böyük önəm verilir. Əlbəttə, bu önəm daim verilibdir Azərbaycana, amma bu dilə gətirilmək, Amerika prezidenti tərəfindən bütün dünyanın gözü qarşısında bəyan olunması, əlbəttə ki, bu Azərbaycana verilən önəmin və layiqli qiymətin nəticəsidir. Çünki Azərbaycan daim dünyada sülhə və təhlükəsizliyə çox böyük töhfələr vermiş bir ölkədir və bu gün də bu töhfələri verir. Eyni zamanda da dünya iqtisadiyyatına, xüsusilə də Avropanın enerji təminatına Azərbaycan çox
əvəzsiz töhfələr verib. Bu töhfələrin tayı bərabəri yoxdur. Yəni bu gün bilirsiniz ki, dünyada enerji böhranı var, xüsusilə də Avropada çox böyük ciddi çatışmazlıqlar var. Xüsusilə də Ukrayna-Rusiya müharibəsi fonunda Rusiyadan enerji məhsullarının alınması məsələsi artıq belə deyək, sanksiyalarla belə deyək, əhatə olunubdur. Ona görə də bu gün Avropanın daha çox Azərbaycana ehtiyacı var. Əlbəttə, bu baxımdan bunu Amerika Birləşmiş Ştatlarının Trump administrasiyası da çox gözəl anlayır və eyni zamanda da artıq görürsünüz Azərbaycana Avropa tərəfindən də əvvəlki qədər qərəzli və müəyyən o təhdid və yaxud da baskı siyasəti müəyyən qədər səngiyibdir. Çünki Avropada yaxşı anlayır ki, Azərbaycansız bu projeləri, bu layihələri həyata keçirmək qeyri-mümkündür. İndi bilirsiniz, qarşıdan çox böyük əlamətdar və önəmli layihələrin reallaşması gözlənilir. Zəngəzur dəhlizinin, orta dəhlizin əsas açarı Azərbaycandır və Azərbaycanla bərabər Azərbaycanın müəllifi olduğu Zəngəzur dəhlizidir. Yəni bütün bu məsələlər ümumilikdə belə şərh olunduqda biz tam əminliklə görürük ki, Azərbaycanın önəmi, Azərbaycan prezidentinin xüsusilə də Amerika Birləşmiş Ştatlarında keçirdiyi son görüşlər dünyanın nüfuzlu və tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər, bu görüşlərdə aparılan müzakirələr, əldə olunan razılaşmalar Azərbaycan üçün gələcəkdə daha böyük iqtisadi dividendlər, Azərbaycan iqtisadiyyatı üçün çox böyük əvəzsiz gəlirlər gətirəcəkdir. Cənab Prezidentin sülh gündəliyi, BMT tribunasından sülh çağırışı hər zaman olduğu kimi bu gün də aktual idi və təbii ki, hər zaman sülhü dəstəkləyirik biz. Elə 30 ildə dedik, düzdür, axırda bizi məcbur elədilər ki, o dəmir yumruq işə düşsün. Xanlar müəllim, bilirsiniz, Azərbaycanın 44 günlük vətən müharibəsindəki ədalət savaşıda, bir günlük antiterror tədbirləri zamanı həyata keçirdiyi əməliyyatlar da birbaşa sülhə xidmət edən, təhlükəsizliyə xidmət edən addım idi. Bu bir, belə deyək, sadə bir müharibə deyildi. Biz əlbəttə eyni zamanda paralel olaraq suveren ərazilərimizi özümüzə qaytardıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. İşğal altındakı darmadağın olunmuş torpaqlarımızı geri qaytardıq. Bugün sıfırdan nəhəng mega layihələr həyata keçirir Azərbaycanın azad olunmuş ərazilərdə. Bununla yanaşı isə Azərbaycan həm də sülh və təhlükəsizliyin əldə olunmasına çalışdı və buna nail oldu. Azərbaycan öz ərazilərindən, təkcə öz ərazilərindən yox, ümumilikdə Cənubi Qafqazdan işğalçılığı, terrorçuluğu, separatizmi kökünü kəsdi. Kəsib atdı bu problemləri. Yəni bu Azərbaycanın həm dünyada sülh və təhlükəsizliyə verdiyi belə deyək, böyük töhfə idi, həm də eyni zamanda da bölgəmiz üçün. Yəni ümumilikdə gördükdə əlbəttə ki, bu gün Azərbaycanın və Azərbaycan prezidentinin müəllifi olduğu sülh gündəliyi artıq Amerika Birləşmiş Ştatlarının dünyanın bir nömrəli tribunasından səslənir və bu sülh gündəliyi həm də bir mesajdır. Azərbaycanın dünyaya ötürdüyü bir səmimi, nəcib mesajdır ki, biz dünyada həm də eyni zamanda bölgəmizdə sülh istəyirik, rifah, əmin-amanlıq istəyirik. Yəni bütün bu proseslər Azərbaycanın reallıqları və Azərbaycanın belə desək diktəsi ilə həyata keçirilir və biz hər bir Azərbaycan vətəndaşı olaraq bununla fəxr eləyirik, qürur duyuruq ki, Azərbaycanın səsi dünyanın bir nömrəli super gücünün belə deyək ərazisindən bütün dünyaya yayılır. Və Xarici İşlər Nazirləri səviyyəsində də bu məsələlər müzakirə olundu və dedilər ki, dialoqumuz davam eləyəcək. Çox güman ki, uğurlu davam edir deyə o qısa o paraflamadan sonra xırda detallar var, onun üzərində işlənilir və Azərbaycanın diktəsi, dedikləri, bütün istəkləri, tələbləri də hamısı yəni reallaşır. Bir dənə qalıb konstitusiyada dəyişiklik olma, o da təbii ki, yəni çox güman ki, növbəti ildə artıq olacaq. Bundan da narahat olan qüvvələr maksimum orada aranı qatmaq istəyirlər, amma təbii ki, bu mümkün olmayacaq. Sülh müqaviləsi növbəti il üçün biz gözləyə bilərik. Əlbəttə gözləyə bilərik, çünki artıq cənab prezidentin də Trumpla dialoqunda cənab prezident sülhün hələ avqustda təməlinin qoyulduğunu bildirdi. Yəni bir neçə ay təxminən gün bundan əvvəl Amerika Birləşmiş Ştatlarında Trumpın şahidliyi ilə Ermənistan və Azərbaycan liderlərinin razılığı oldu və birgə bəyanat səsləndirildi. Əlbəttə ki, bu sülhə aparan yolda, sülh müqaviləsinin imzalanmasına aparan yolda çox
ciddi bir dönüş idi, mən adlandırmaq istəyirəm bunu. Çünki bilirsiniz, Ermənistan ötən dövrdə, yəni antiterror tədbirlərindən bu günə qədər qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Əlbəttə ki, bu Ermənistanın mən deyərdim ki, həm öz istəyindən, eyni zamanda da xarici təsirlərdən irəli gəlirdi. Xüsusilə də Avropa dairələrinin, daha çox da Rusiyanın müəyyən siyasi dairələrinin təzyiqi altında Ermənistan müstəqil qərar verə bilmirdi. Amma avqust ayında Azərbaycan prezidentinin təkidli, inamlı qələbəsi, biz bunu adlandırmalıyıq, baş verdi və biz Amerika Birləşmiş Ştatlarında sülhə aparan yolun təməlini qoyduq. Yəni sağlam təməl buradan başladı. Və növbəti aylarda əlbəttə ki, böyük ehtimalla biz nəhayət sülh müqaviləsinin imzalanmasını da görəcəyik. Amma burada müəyyən məsələlər var ki, bugün Ermənistan tərəfi də bu öhdəliyi üzərinə götürübdür. Azərbaycanın haqlı və ədalətli tələbi sülh olacaqsa, sülh müqaviləsi olacaqsa, imzalanacaqsa, Azərbaycana qarşı ərazi iddialarından Ermənistan əl çəkməlidir. Bu da Ermənistan konstitusiyasında dəyişiklikləri labüd edir və Ermənistan konstitusiyasında Azərbaycana qarşı, hətta Türkiyəyə qarşı ərazi iddiaları konkret olaraq, əlbəttə, bu məsələlər Ağrı dağdan Ermənistan peçat pasportları, viza məsələləri, o Ağrı dağın simvolunu da bu, belə deyək, atributu çıxardılar. Əlbəttə ki, Ermənistanın dövlət atributlarında da, gerbində də, dəstliklərində də, əlbəttə, Ağrı dağ təsvir olunubdur və bu da konkret olaraq Türkiyəyə qarşı ərazi iddiaları kimi başa düşülür. Və bu ərazi iddialarından Ermənistan əl çəkdikdən sonra, yəni konstitusiya konkret dəyişiklik edildikdən sonra, Zəngəzur dəhlizi layihəsi açıldıqdan sonra, özdə maneəsiz Azərbaycanın əsas şərti də bundan ibarətdir ki, Azərbaycanın bir ərazisindən digər ərazisinə, Naxçıvana heç bir maneə olmadan, əlbəttə, sərhəd və yaxud da hər hansısa bir yoxlama olmadan Azərbaycan vətəndaşı istədiyi kimi gedib və geri qayıda biləcəkdir. Bu məsələ. Digər tərəfdən sərhədlərin delimitasiya və demarkasiya məsələləri. Bu da çox vacib məsələdir. Çünki hələ də Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən nəzarətdə saxlandığı bir neçə kəndlər və yaxud da ki, yaşayış məntəqələri var. Bu məntəqələr də Azərbaycana qaytarılmalıdır. Yəni, bütün bu məsələlər həll edildikdən sonra, əlbəttə ki, biz ədalətli, dayanıqlı və uzun müddətli sülhdən danışa biləcəyik. Bunun üçün də Ermənistan bu məsələləri özlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Və bundan sonra da əlbəttə ki, biz bölgədə tamamilə, belə deyək, tam ürəklə deyə biləcəyik ki, bəli, biz dayanıqlı və uzun müddətli sülh əldə etdik. Və bəzi iddialar yayıldı ki, Erdoğan və cənab prezident İlham Əliyev 2026-cı ilin yaz aylarında İrəvana səfər edə bilər. Yəni bu iddiaları biz həm yerli, həm də xarici saytlarda gördük. Bu nə dərəcədə real ola bilər və nəzərə alsaq ki, Təhlükəsizlik Forumunda nümayəndə heyəti gəldi, bizdən Topçu Baş Adına Mərkəzin rəsmisi Murad müəllim ora getdi. Yəni bu qarşılıqlı gediş-gəliş fonunda bu real görünə bilərmi? Əlbəttə ki, artıq biz bölgədə sülhdən və təhlükəsizlikdən danışırıqsa, sülh gündəliyinin irəli aparılmasından danışırıqsa, bu qarşılıqlı səfərlər və təmaslar baş verə bilər. Burada qeyri-adi bir nəsə, belə deyək, axtarmaq lazım deyil. Çünki bilirsiniz, onsuz da son dövrlərdə Türkiyə nümayəndə heyətləri, Azərbaycan və Ermənistan dövlətləri arası komissiyası da çox ciddi, sıx təmaslar qururlar və bunun da əsas məqsədi sülhün daha da, belə deyək, tezləşdirilməsidir. Bu baxımdan Azərbaycan prezidentinin, Türkiyə prezidentinin Ermənistana səfəri və yaxud da əksinə Ermənistan baş nazirinin Türkiyə və yaxud da Azərbaycana səfər etməsi də real görünə bilər və bu səfərlərin, əlbəttə ki, bu təmasların yalnız məqsədi sülhün əldə olunması, sülhə dəstək verilməsi və eyni zamanda da sülh müqaviləsi imzalandıqdan sonra bölgədə iqtisadi şaxələndirilmənin, yəni
qarşılıqlı ixal-ixrac əməliyyatları, ticari əlaqələrin daha da genişləndirilməsi zaten də Azərbaycanın əsas məqsədi bundan ibarətdir Dünyanın ki, məqsədi onsuz da əlbəttə budur. təkcə Azərbaycanın yox, Azərbaycanın müəllifi olduğu bir layihədir və dünya da bu layihədən bəhrələnəcək, özə geninə boluna. Təsəvvür edin, Pulun qazanacaq. uzaq Çindən Avropaya qədər uzanacaq Londona bir qədər gedəcək. orta dəhlizdən biz söhbət açırıq və bu orta dəhlizin də əsas açarı kimi bilirsiniz, hələ illər öncə Azərbaycan prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumunda və yaxud da Çinə səfərləri zamanı Çin lideri ilə bir dəniz, bir kəmər, bir yol layihəsi üzərində. Əvvəlki İpək yolu. Əlbəttə bu layihə elə uzun illər, hətta Azərbaycan əraziləri işğalda saxlandığı dövrdən Azərbaycan prezidenti bu layihəyə, bu belə deyək, bir kəmər, bir yol projesinə çox ciddi dəstək verirdi və bunun da əsas səbəbi elə Zəngəzur dəhlizinin reallaşdırılması idi və biz bu gün artıq mən hesab edirəm ki, çox yaxınıq həm sülhə, həm də Zəngəzur dəhlizinin bu layihənin açılmasına. Çox təşəkkür edirəm. Mən də təşəkkür edirəm, minnətdaram. Var olun, minnətdaram bu dəyərli fikirlərinizə görə. Biz isə Gündəm Qarabağ verilişini bununla da yekunlaşdırdıq. Bugünkü qonağım siyasi şərhçi Sahil Kərimli idi. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.